Qoç bürclərimdən yaxın gəlin. 2025 sizin elinizdə olmadı, bunu yaxşı bilirəm. Başınıza gəlməyən qalmadı. Ola biləcək bütün təbiət hadisələr oldu da güvəndiyiniz dağlara. Əslində 2026 yeni girib, sadəcə olaraq biraz səbirli olmanız lazımdır. Hər şey yoluna düşəcək. Siz o qədər mükəmməl insansınız ki, sadəcə olaraq tez əsəbləşib tez özünüzdən çıxa bilirsiniz. Bir dənə bunu qaydaya salsanız, həyatınızda əslində hər şey normal gedəcək. Əsəbləşəndə də o qədər pis əsəbləşirsiniz ki, özünüzü yığıb yığışdıra bilmirsiniz. Hirsiniz soyuyana qədər açırsınız qarşınızdakı insanın başına bəlanı. Biraz səbirli olmağı öyrənin. Bir şey də var ki, istəyirsiniz ki, anında olsun. Və elə də olanda olmur axı. Çalışın, səbirli olmağı öyrənin. Siz hər şeyin ən gözəlinə layiqsiniz. Bunu unutmayın. Bunu mən bilirəm, ətrafınız da bilir. Bir dənə bunu özünüzə izah eləsəniz, özünüz başa düşsəniz, hər şey gözəl olacaq əslində.